Çox Abi seçkilərdə söz yaddan çıxma, burada yeri gəlmişkən bir əlavə edəcəm. Dostlar, bu dediyi məsələ var ya, abi ben belə ki, biznesmenlərə, iş adamlarına, onların malına, mülkünə təminat verməyini eləmək. Bu təbii ki, diktatorların öz övladlarını hakimə gətirmək üçün tədbir elə bir metoddur. Bəs müxalifət niyə buna dəstək verir? Necə dəstək verir? Bunu bilirsiniz yoxsa yox? Bir də baxırsan ki, müzakirə olunur. Bizdə çox olur, bilirsiniz, sosial şəbəkələrdə. Hakimət dəyişsə bu məmurlara neyniyəcəyik? Bir də baxırsan, bir orada müxalifətçinin özə məşhur partiyaların nümayəndələri. Onları asmaq lazımdır hamısın. Azadlıq meydanında. Bütün iş adamların həbs eləmək lazımdır. Malı mülkü asmaq, güllələyəcək, onları öldürəcək. Dostlar, bütün bunlar hamısı hakimiyyətin sifarişidir. Burada mən bəyan eləyirəm. Hakimiyyət dəyişəcəyi halda heç bir iş adamın puluna, malına əl dəyilməyəcək. Konkret cinayəti olan kimdənsə şikayət ediblər ki, cinayət törədibdir. O adamlardan başqa heç kəsdən soruşula bilməz ki, sən bu malı hardan almışsan? Səndə nə qədər pul var? Heç kəsin malına, mülkünə toxunulmayacaq. Ha, bunu burada mən bəyan eləyirəm. Qorxu çəkinmək lazım deyil. Bunun üçün də hüquqi əsas nədir? Çox adamın heç xəbəri yoxdur qanunlardan, bilmirlər. 1992-ci ildə Əfəz Elçi bəyin imzası ilə varidata təminat verilməsi haqqında bir qanun qəbul edilib. 5 maddəsi var. O vaxt o qanun qəbul edilməsinin təşəbbüskarlarından biri də mən olmuşam. Ki biz milli barışıq yaratmaq üçün, kapitalın ölkədən axınının qarşısını almaq üçün, xaricdən kapitalı gətirmək üçün mütləq bu qanunu qəbul etməliyik. Varidata təminat verilməsi haqqında qanun 92-ci il açın, oxun görəcəksiniz. 5 maddəsi olmalıdır onun. 5 maddə. Heç kəsdən bu malı, pulu hardan almışsa deyə soruşa bilməz. Bizim gələcəkdə məsuliyyət tələb edəcəyimiz yeganə adam İlham Əliyevdir, arvadıdır, ailəsidir. Dövlət əmlakını o külli miqdarda oğurlayanlardır. İş adamlarla bizim nə işimiz var? Məmurlarla bizim nə işimiz var? Bu məmurların iş təcrübəsi var. Onlara İlham Əliyev deyir, bilirlər. Sabah mən gələcəyəm, Abid Qafarov gələcək, Teymur bəy gələcək, başqası gələcək. Deyəcək, düz boşda düz işləyəcəm. Biz ona yüksək maaş verəndən sonra o niyə alçalar gelib bundan rüşvət alınmalıdır, əsasə qorxa-qorxa xəstəlik tapsın, gətirib verməlidir mənə, niyə? Nə məmurlara, göz üstə qaşın var deyiləcək, nə iş adamlarına, bunu da buradan bəyan edirəm, başlayın qulağını eşitsin. Davam edin Abid bəy. Qurban bəy, üzr istəyirəm, Abid bəy başlamamışdan öncə bir şeyi də mən xatırladım. Baxın, biz indi Avropaya gəlmişik. Burada aldığımız evdə işləyəndən sonra, yəni ipotek ilə aldıq da. Amma bir çox ölkələrdən gələn insanlar var ki, onlar gələn kimi özlərinə ev ala bilirlər. Soruşuram, hardan? Deyir ki, babamdan qalıb, atamdan qalıb, dədəmdən qalıb. Yəni, bunların mülkiyyətləri bir-birinə keçibdir. Bizim mülkiyyətimizi Sovet hökuməti dəfələrlə əlimizdən alıb. Nə dədəmizdən bizə bir şey qalıb, nə babamızdan qalıb, nə onun atasından qalıb, nə heç nə. Hamısı əlindən alınıb. Ona görə xüsusi mülkiyyətin qorunması çox vacib bir məsələdir. Yəni, mənim dədəmin mülkiyyəti, bəli, mənə qalmalıdır, övladlarına qalmalıdır, babamın mülkiyyəti ona qalmalıydı. Yəni, bu prosesi biz mütləq qoruyacağıq. Azərbaycanda hakimiyyət əgər millətin əlinə keçərsə, xalqın əlinə keçərsə və şüurlu insanların əlinə keçərsə, bu mütləq qorunmalıdır. Sən əgər bunu cinayət yolundan əldə eləməmisənsə, hakimiyyətdə işləyən nazir və yaxud da ki, hakimiyyətdə işləyən bir vəzifəli şəxs, o cinayət yoluna əldə. Amma kim xüsusi mülkiyyəti varsa, tutaq ki, o biznesi varsa, bir şirkət qurubsa, bir işləyibsə, zəhmət çəksə, o özünə də qalmalıdır və indidən də qanun qəbul olunmalı ki, bütün həyatı boyundan sonra dəyişən heç bir hakimiyyət bunu əlindən ala bilməz mülkiyyətini. Onların hamısını tənzimləmək lazımdır və gələcəkdə insanları bu qorxu altından çıxartmaq lazım ki, gəlsələr əlimizdən alacaqlar. Yox, heç kəs gəlsə xüsusi mülkiyyəti heç kəsin əlindən almamalıdır və o nəsildən nəslə keçməlidir xüsusi mülkiyyəti. Buyurun, Abid bəy. Üzr istəyirəm, bir şey deyim mən, Abid bəy. Yaxşı adımız Sal Teymur bəy. Dostlar, biləsiniz ki, Heydər Əliyev hakimiyyəti zəbt edəndən sonra bu mülki hüquq qanunlar qəbul olunanda şəxsən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda restitusiya hüququ ləğv edildi. Nədir restitusiya hüququ? Bərpa etmə, yenidən bərpa etmə deməkdir. Reanimasiya, rekonstruksiya, restitusiya, yəni mülkiyyətinin ilkin sahibini tapmaq, ilkin sahibini qaytarmaq.
Sovet hökuməti 1917-20-ci ildə Azərbaycanı işğal edəndə Bolşeviklər, Heydərin babaları, Hacı Zeynalabdin Tağıyev Allah ruhunu şad eləsin, Allah rəhmət eləsin hamısına. Əsədullayevlər, Nağıyevlər, Tağıyevlər, bunların hamısının əməkdaşları o vaxtı milliləşdirilibdir. Bizim əslində baxsaq, dövlətimizin əsasında haram var. Böyük haram var. Heydər Əliyev gələndə o milyonçuların mallarını, mülklərini öz tayfasının əlinə keçirmək üçün restitusiyanı qadağan elədi. Dedi ki, o vaxtı milliləşmiş əmlakın ilkin sahiblərini qaytarmaq olmaz. Amma xüsusi mülkiyyət müqəddəsdir. İslam dininin də belədir, qanun, dünyanın hər yerində belədir. Siz bilmirəm indi gedəndə bir fikir verin. Bir də baxsan İstanbulda, ya Ankarada, ya Bursada, nə bilim, Van'da, harda. Bir baxsan ki, şəhərin mərkəzində hər yer gözəl binalar, bir dənə uçuq söküb, bir yer dayanıb. Əlvuran yoxdur. Elə Taksimdə, Qurban bəy, sizə dəstək verim, Taksim meydanında görürsünüz, sağda solda köhnə binalar var. O qədər uçuq şeydir ki, əl dəymirlər. Doğru. Ben bir də soruşdum bir dostumla gəzirdim. Dedim, bu nə də belə, bu niyə buradan təmizləmirlər? Dedi, onu əvvəlmək olmaz. Dedim, niyə? Dedi, onun mülkiyyətçisi var. Ya onu tapa bilmirlər, kimdir o mülkiyyətçisi? Ya da adam satmır, eləmir də, istəmir. Satmaq istəmir, dedi, onun tapusu var, dəstəlan. Baxın ha. Hətta o vaxtı Yunanlar, Ermənilər, İngilislər o vaxtı 100 il bundan qabaq, 200 bundan qabaq alıblarsa, tapusu varsa gəlir de bura mənimkidir. Türkiyə dövləti ona kompensasiya ödəyir. Mala dəymək olmaz. Ayasofya var ha. Sultan Mehmet girəndə İstanbula, tarixi çox adam bilmir, elə bilirlər ki, işğal elədi, məsələ mənimdir. Orada Ayasofyanın o kilsədə xidmət edənlər gəliblər, dit çöküb, istəyiblər, şahın ayağını öpənlər, qaldırıb deyib, mən bunun üçün buraları almamışam. Mən bura ədalət gətirmişəm. Və Ayasofyanın sahibini çağırıblar. Onun mülkiyyətçisi kilsədir, nə qədər qiyməti var, pulu verib tapsın onu. Ayasofya Türkiyə dövlətinin mülkiyyəti də zəmədində işğal malı deyil, onu biləsiniz. Tapsın alıb, pul verib ona, ödəyib halallıq alıbdır. Ona görə də Azərbaycanda hakimiyyət dəyişən kimi buradan elan edirəm, hamı eşitsin. Hacı Zeynalabdin Tağıyevin bütün nəsil nəcabəti, Nağıyevlər, Tağıyevlər, Əsədullayevlər hamısı bir tapılmalıdır. Hamısının haqqı özlərini ödənməlidir. Təbii ki, onların o vaxt etdiyi binalar, mənzillər, zavodlar, fabriklər özəlləşib, əldən ələ keçib, orada insanlar yaşayır. Təbii ki, onlar özləri də razı olmazlar ki, o adamlar 50-60 il yaşayıb, təmir edib, saxladıqları mənzilləri geri qaytarsınlar. Onlar mənzil lazım deyil, amma Azərbaycan dövləti onların hamının haqqını ağlabatan məbləğdə onlara ödəməlidir. Mütləq ödəməlidir. Əks təqdirdə Azərbaycan dövləti haram üstündə uzun müddət edə bilməyəcək. Bu mayadakı haram var ha, biz onu halallaşdırmalıyıq. Yəni restitusiya hüququ mütləq bərpa olmalıdır. Ölkədə kimin nə vaxt, hansı əmlak olub, özünə qaytarılmalıdır və bu qaytarılacaq. Bakı şəhərində yox, təkcə Bakı şəhərində yox, bütün digər şəhərlərdə, rayonlarda, kəndlərdə nəyi varsa, bəli, hamısı qaytarılmalıdır və yaxud da ki, əvəzi ödənilməlidir. Bizim kənddə, Cəhri kəndində uşaq bağçası var idi. O vaxt mən bilmirdim. Əvvəz Elçibəyin vaxtında, onu biləsiniz, mən bu zəkidən tamaşaçılar bilsin. O bir bəyin şəxsi evi olmuşdu. Bolşeviklər onu müsaadəni vermişlər bağçaya. Məhkəmə yolu ilə onu sahibinə qaytardılar bu bağçanı. Bizim kənddə o restitusiya həyata keçirildi. Heydər Əliyev gələn kimi onlar elədi. Buyur, Abid bəy. Tamaşaçılar deyirlər ki, Abid bəydən xahiş edin, sual versin o yapacaq ki, bəs bunun qarşısını almaq üçün xaqlı eləməlidir, az tədbirlər görülməlidir. Onun üçün bir qəşəng bir proqrama ehtiyac var.